deyir, soruşdu ki, mən Rəbbuk. Bilmirəm, hansı mələyin cürəti var Həzrəti Zəhradan sual soruşsun. Amma dillər qaydasıdır da, bir cavab verir, Peyğəmbərin kimdir, iftixarla cavab verir ki, atamdır mənim Peyğəmbərim. Deyir, soruşurlar ki, imamın kimdir, həyadan deyir, danışmır, demir. Belə məqamda məzarın üstündə Quran oxuyan o Əli Fatiməyə deyir ki, Fatimə utanma denən evi yıxılan qərib, məzlum Əlidir mənim imamım. Sənin şəhadətindən beli sınan, tənha qalan, tək qalan. Ümidvarıq ki, qəbrimizin əvvəl gecəsi dilimiz tutular birdən, gələr başımızın üstünə inşallah, deyər ki, narahat olma. Narahat olma. Mələyə deyər ki, imamı mənəm. Özü həyəcanlıdır deyə bilmir, mənəm onun imamı.